Salam hörmətli tamaşaçılar, efirdə xəbərlər informasiya proqramıdır. Studiyada mən Turac İbrahimovayam. Marneuli Bələdiyyəsində Gənclər Şurasının təşəbbüsü və təşkilatçılığı ilə Zəka Saatı Ümumi Təhsil müsabiqəsi keçirilib. Bu layihədə 12 komanda iştirak etdi və birinci yeri Marneuli 6 saylı orta məktəbinin şagirdləri tutdu. Qeyd edək ki, Marneuli Bələdiyyəsinin meri qalib komandalara simvolik hədiyyələr təqdim etdi. Şadam ki, Gənclər Şuramız gənclərin həyatında yer tutur. Elə onların təşəbbüsü ilə sözügedən müsabiqə baş tutdu. Gənclər Şurasının təşəbbüsü ilə Zəka Saatı adlı yarış təşkil etdik. Bugün qalib gəncləri mükafatlandırdıq. Bilik yarışında iştirak etdik. İkinci yeri aldıq. Çox yaxşı layihədir. Suallar yaxşı qurulmuşdu. Çox maraqlı idi. Nəticədən də razıyıq. Marneuli Bələdiyyəsində torpaqların sistemli qeydiyyatı proqramına yenidən başlandı. Bununla bağlı bugün meriyada iclas keçirilib. Görüşdə ilkin qeydiyyat zamanı aşkar edilmiş nöqsan və maneələrdən danışılıb. Onların həlli yolları müzakirə edilib. İclasda qeyd olunduğu kimi bu mərhələdə qeydiyyat prosesi daha uzun müddət davam edəcək və əhali qeydiyyat müddəti barədə əvvəlcədən dəqiq məlumat əldə edəcək. Torpaq qeydiyyatı mövzusu ilə əlaqədar deyim ki, əhali üçün çox əhəmiyyətli məsələdir. Bildiyiniz kimi, dil maneəsi də problemdir. Bizim nümayəndələr kəndlərdə yerində bu məsələ ilə məşğul olurlar. Onların arasında dil bilən gənc əməkdaşlarımız da çoxdur. Bizim torpaq idarəçiliyi xidmətinin əməkdaşları da bu işin içindədirlər. İctimai reyestrin əməkdaşları bizimlə görüşdülər. Sözlü gedən proqramla bağlı əhaliyə əlavə məlumat verəcəyik. Hansı kənddə nə zaman torpaq ölçülmələrinə başlanılacağı haqda bələdiyyənin sosial şəbəkələrində paylaşım edəcəyik. Biz də vətəndaşlarla ünsiyyətdə olacaq. Qeydiyyat oluna bilməyənlər xahiş edirik, Marneuli Bələdiyyə meriyasına müraciət edin. Cenevrədə keçirilən 78-ci Ümumdünya Səhiyyə Assambleyasında çıxış edən Tedros Adhanom Ghebreyesus Gürcüstanın nailiyyətlərindən danışıb. Ölkənin malyariyadan azad statusuna nail olmaq üçün gördüyü işləri və uğurları qeyd edib. Assambleyanın Cenevrədə keçirilən açılış mərasimində Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Gürcüstanın Səhiyyə Nazirinə malyariyadan azad statusuna nail olmaq üçün sertifikat təqdim edib. Bu yaxınlarda malyariyadan azad statusun verilməsi kimi mühüm istiqamətdə bütün dünya dostları qarşısında uğurlu dövlət kimi tanınan ölkəmizi təmsil etmək imkanının olması xüsusi həvəsləndirici və xüsusilə sevindirici haldır. Dünya Səhiyyə Təşkilatı tərəfindən bizə qarşı belə bir münasibət qiymətləndirilməlidir. Çünki son illər ərzində Gürcüstan səhiyyəsinin uğurları bu təşkilatın diqqətindən qaçmayıb. Bugün bizə verilən dəyər həm vaxtında verilən dəyərdir, həm də xoş oldu. Gürcüstanın İdman Nazirinin birinci müavini İrakli Medzmarishvili Qafqaz Kuboku 2025 beynəlxalq bal rəqsi turnirinin 30-cu yubiley tədbirində iştirak edib. Nindi Qamxuaşvili turnirdə tarixi qələbə qazanaraq Junior 2 solo latin proqramı üzrə çempion olub. Qaliblər federasiya nümayəndələri tərəfindən mükafatlandırılıblar. İdman tarixində ilk dəfədir ki, bu kateqoriyada Gürcü rəqqas qalib gəlir. Qalibləri İrakli Medzmarishvili və federasiya nümayəndələri mükafatlandırıblar. Orduda bir gün layihəsi çərçivəsində müxtəlif bələdiyyələrin orta məktəb şagirdləri mütəmadi olaraq Gürcüstan Müdafiə Qüvvələrinin qərb və şərq komandalıqlarına daxil olan bölmələrə səfər edirlər. Xobi Bələdiyyəsinin Senaki şəhərindəki 2-ci piyada briqadası bu dəfə Caladidi kəndində məktəbliləri qəbul edib. Bu cür tədbirlər gənc nəsil arasında müdafiə qüvvələri haqqında məlumatlılığın artırılmasına kömək edir. Bu əlimizdə olan son məlumat idi. Hörmətli tamaşaçılar, sabah eyni vaxtda görüşmək ümidi ilə özünüzə yaxşı baxın.